uşağı abort etdirmişəm, hamiləliyim baş vermir, nə qədər də müalicə alıram, xeyri yoxdur, xanım sual verir. Çox təəssüflər olsun ki, bəzən abortlardan sonra belə hallar müşahidə edilir. Yəni burada nə baş verir? Endometrial reseptor aparatı zədələnə bilir. Uşaqlıq boşluğunda bitişmələr sinxiyalara əmələ gələ bilir. Uşaqlıq borularında problem yarana bilir. Hormonal statusda problem yarana bilir. Ona görə də birinci növbədə ultrases müayinəsində endometrialı qiymətləndirmək lazımdır. Endometrial necə böyüyür? Orada hər hansı bir bitişmə var, yoxsa yoxmu? Yəni söhbət sinxiyalardan gedir. Uşaqlıq borularını yoxlayırıq. Əgər açıqdırsa, əlbəttə ki, aksenti biz edirik hormonal fonu. Mütləq qalxanvari vəzn funksiyası yoxlanmalıdır. Çəkinizə diqqət olunmalıdır. Eyni çəkdən qalırsınız, getdikcə çəkiniz artırmır. Bunlar hamısı vacibdir. Əlbəttə ki, zamanla düzgün müayinə, düzgün yanaşma və düzgün müalicə nəticəsində bu problem aradan qalxır. Sadəcə bir zamana ehtiyacımız var. Belə. Sağ olun, sağlam olun.